Salam, hər vaxtınız xeyir. Biz bugün sizlə yerin Günəş ətrafında hərəkəti və onun coğrafi nəticələri ilə bağlı qeyd edəcəyik. İlk növbədə nəzər salaq ki, yer və həmçinin digər planetlər Günəşin ətrafında dövr edirlər. Yer kürəsi Günəşin ətrafında bir tam dövrəni, yəni burada gördüyümüz bu qırmızı xəttlərlə göstərilər. Baxın, oxşarlarla qeyd olunur. Günəş ətrafında tam bir dövrəni başa vurur. 365 gün 6 saata. Və bu 6 saatlar da 4 ildən bir toplanaraq 24 saat, yəni bir gün əmələ gətirir ki, ona görə də bəzən qeyd olunur ki, 365 və ya 366 gün yer kürəsi Günəş ətrafında bir tam dövrəni başa vurur. Bir tam dövrəni başa vurduqdan sonra bir il yaranır təbii ki, və bu il ərzində 4 əlamətdar gün var. Belə ki, biz bura baxdıqda görə bilərik 22 dekabr qış gün dönümü, 21 mart yaz gecə-gündüz bərabərliyi, 22 iyun yay gün dönümü və 23 sentyabr payız gecə-gündüz bərabərliyi günlərini müşahidə edə bilərik. İndi isə bunları digər xəritə üzərində təsvir etməyə çalışaq. Bu xəritə üzərində təsvir etməyə çalışaq. Burada gördüyümüz bu qırıq-qırıq xəttlər tropik xəttlərini ifadə edir və bunların dərəcəsi 23,5 dərəcədir. Həm şimal, həm də burada gördüyümüz cənub tropik xətti. Qırmızı xəttlə burada qeyd olunan isə ekvator xətti, onda dərəcəsi 0 dərəcədir. Bildiyimiz kimi yer kürəsi orbit müstəvisinə 66,5 dərəcə meyillilik var və bu səbəbdəndir ki, 90-dan biz 90-dan 66,5-i çıxdıqda alırıq 23,5, yəni tropiklərimizin dərəcəsinin 23,5 olma səbəbi yer kürəsinin orbit müstəvisinə 66,5 dərəcə meyilli olmasıdır. Nəzər salsaq burada, misal deyək ki, yer kürəsinin o 4 əlamətdar günün qeyd edək də Günəş ətrafında hərəkət edən zaman. Məsələn, ekvator üzərində zenitdə olduğu zaman bu təsadüf edir deyək ki, 21 mart tarixinə. Günəş ekvator üzərində olanda həm şimal, həm də cənub yarımkürəsi təbii ki, bərabər işıqlanır və gecə-gündüz bərabərliyi müşahidə olunur. 21 mart tarixində şimal yarımkürəsində yaz fəsli başladığına görə 21 martda buna deyirlər 21 mart yaz gecə-gündüz bərabərliyi. Daha sonra isə burada günəş başlayır şimala doğru bu istiqaməti gördüyümüz kimi sanki hərəkət etməyə və gəlir dayanır şimal tropik xəttinin üzərində. Bu isə təsadüf edir 22 iyun tarixinə. Təbii ki, bu tarixdə Azərbaycandan da bildiyimiz kimi bizdə yay fəsli başlayır və buna deyirik yay gün dönümü. Təbii ki, bizdə şimal yarımkürəsi, yəni ekvatordan şimalda yay başladıqda isə həmin zaman 22 iyun tarixindən gedir söhbət. Cənub yarımkürəsində isə qış fəsli başlamış olur. Daha sonra günəş ekvatora doğru hərəkət etməyə başlayır və gəlir yenidən ekvator xəttinin üzərinə. Bu isə təsadüf edir 23 sentyabra. Bu tarixdə isə bizdə, yəni şimal yarımkürəsində payız fəsli başlayır və ekvator xəttinin üzərində olduğu üçün demək olar ki, yenə də həm şimal, həm də cənub yarımkürəsində gecə-gündüzün uzunluğu eyni olur, yəni 12 saat gecə, 12 saat gündüz və bizdə payız fəsli başladığı üçün buna deyirik payız gecə-gündüz bərabərliyi. Daha sonra isə bu tarixdən sonra günəş başlayır cənub tropikinə doğru hərəkət etməyə və belə deyək, cənub tropik xəttinin üzərinə gəlib çatmış olur. Bu isə təsadüf edir 22 dekabra. Bu tarixdə isə biz deyirik qış gün dönümü, çünki artıq bizdə şimal yarımkürəsində qış fəsli başlayır. Bu tam tərsi olaraqsa cənub yarımkürəsində olan ölkələrdə isə yay fəsli müşahidə olunur. Daha sonra günəş yenidən başlayır belə deyək, ekvator xəttinə doğru hərəkət etməyə. Yəni burada gördüyünüz təsvirdə bu hərəkət sxemi demək olar ki, il ərzində günəşin zenitdə olduğu ərazilərdir. Yəni günəş şimal tropiki ilə cənub tropikinin arasında zenitdə olmuş olur. 21 mart və 23 sentyabr tarixlərində günəş ekvator xəttinin üzərində zenitdə olur. 22 iyunda şimal tropikinin, 22 dekabr isə cənub tropik xəttinin üzərində zenitdə olmuş olur.
Bu gördüyünüz aralıqda Günəş ildə 2 dəfə zenitdə olur. Belə ki, bunların hamısı sizə hərəkət edilməyə çalışaq. Çünki bir dəfə düşünək ki, Günəş buradan gedəndə bu məntəqələrin hər birindən keçir və geri qaydanda da həmçinin bu məntəqələrdən keçdiyi üçün bu aralarda, yəni şimal tropiki ilə cənub tropiki arasında Günəş ildə 2 dəfə zenitdə olur. Həm getdikdə, həm də qayıtdıqda. Amma tropik xəttlərin üzərində isə ildə yalnız bir dəfə zenitdə olur. Yəni burada 2 dəfə bu aralıqda. Amma tropik xəttlərin özündə isə bir dəfə Günəş zenitdə olmuş olur. Daha sonra nəzər salsaq, burada gördüyümüz vəziyyət 21 mart və 23 sentyabr vəziyyətləridir. Belə ki, diqqət eləsək görərik ki, 21 mart və 23 sentyabrda Günəşimiz ekvator xəttinin üzərində zenitdə idi və hər iki yarımkürə bərabər işıqlanır və burada əks olunan hissələr də onu ifadə edir. Tən yarıdan diqqət eləsəz həm bu istiqamət, həm də bu istiqamətdə bərabər işıqlanma müşahidə edirik. Sadəcə olaraq 21 martda biz buna deyirik yaz gecə gündüz bərabərliyi, 23 sentyabrda isə buna payız gecə gündüz bərabərliyi deyə qeyd edirik. Burada isə belə söyləyək, 22 iyun və 22 dekabrdakı vəziyyətləri müşahidə edirik. Belə ki, nəzər salsaq nəyi müşahidə eləmiş oluruq? Görürük ki, 22 iyun tarixində yer kürəsi şimal yarımkürəsi daha çox günəşə tərəf meyilli olduğu üçün şimal yarımkürəsi daha çox günəş işığı alır. 22 dekabrda isə cənub yarımkürəsi günəşə daha çox meyilli olduğu üçün cənub yarımkürəsi daha çox günəşdən istilik almış olur. Bəzi suallarla tanış olalım burada. Misal birinci bu sualımızdan başlayaq. Qeyd olunur ki, sualımızda verilən məntiqlərin hansında günəş heç vaxt düz bucaq altında düşməz. Təxmini olaraq götürsək, bilirik ki, şimal tropiki təxminən bu ərazidən keçir. Cənub tropik xətti isə təxminən bu aralıqdan keçir. Və bizə sualda soruşur ki, hansına məntəqələrdən Günəş heç vaxt düz bucaq altında düşməz. Düz bucaq dedikdə isə 90 dərəcə nəzərdə tutur. Bu nə deməkdir? Günəş hansı aralıqda olursa, yəni harda dayanırsa, hansı enlikdə dayanırsa, ona zenit vəziyyəti deyirik. Zenit vəziyyəti, yəni sadə edilsə Günəşin dayandığı yerə biz zenit vəziyyəti deyirik. Bu ara Günəşin düşmə bucağı maksimum elə 90 dərəcədir. Və nəzər salsaq, tropiklər arasında görə bilərik ki, həm birinci məntəqə, həm 2, həm 3, həm də 5-ci məntəqə məhz tropiklər arasındadır. Və Günəş bu aralıqda olur, keçir, yəni həm gedəndə, həm də qaydanda bu aralıqda olduğu üçün keçir. Yalnız 4-cü məntəqədə Günəş heç vaxt zenitdə olmur və orada düz bucaq altında təbii ki, düşməz. Ona görə doğru cavabımız qalacaqdır 4-cü məntəqə. Daha sonra nəzər salsaq, növbəti suallarımıza keçək. Misal birinə tanış olaq, başlayaq bundan. 21 martda Sidney şəhərinin 35 dərəcə cənub yönündə günəş şüalarının düşmə buzağını tapın. Okey, nə edirik? Bu sualı cavablandırmaqdan ötürü sadə özümüzün təsvir etməyə çalışaq. Bu olsun bizim ekvator xəttimiz. 21 martda isə biz bilirik ki, günəşimiz ekvator xəttinin üzərindədir və bilirik ki, günəş harda zenitdədirsə, ora günəşin düşmə bucağı 90 dərəcədir. Onun isə belə qeyd edeyim mən fərqli rənglə, yəni 90 dərəcə bucaq altında düşür. Və bizdə deyir ki, 35 dərəcə cənub enliyi. 35 dərəcə cənub enliyi isə təxminən, belə söyləyək də, burada təsvir edək. Burada yerləşir, qeyd edək. 35 dərəcə cənub enliyi və burada Sidney şəhərimiz. Sidney. Və bura günəşin düşmə bucağı soruşdur bizdən. Okey, biz nə edirik? Nəzər salsaq görərik ki, ə, günəşin olduğu yerlə Sidney şəhərinin olduğu yer arasındakı dərəcə fərqini tapmağa çalışırıq biz. Və görərik ki, bunlar arasında buradan bura kimi 35 dərəcə məsafə var. Okey, demək ki, Sidney şəhəri günəşdən 35 dərəcə uzaqlıqda yerləşir. Əgər günəşə 90 dərəcə düşürsə, Sidney şəhərinə neçə dərəcə günəş şüasının düşməsini tapmaq üçün biz nə edirik? Sadəcə arada olan məsafəni çıxırıq. Yəni 90-dan çıxırıq 35 dərəcəni. Və bu deyir 55 dərəcə. Deməli, 21 mart tarixində Sidney şəhəri günəşin düşmə bucağı 55 dərəcədir.
Keçək növbəti sualımıza, misal 2-yə. Burada qeyd olunur ki, yay gün dönümü günü. Okay, biz yenə də ekvator xəttimizi seçək. Bu olsun bizim ekvator xəttimiz. Yay gün dönümü deyirsə, günəş şimal tropikində zənitdə olur. Şimal tropikimiz 23,5 dərəcə idi. Yəni günəşimiz buradadır. Və bura günəşin düşmə bucağı 90 dərəcədir. 60 dərəcə şimal enliyimizdə olsun, məhz bu xəttimiz deyək ki, təxminən. Oslo şəhərinə günəş şüaları neçə dərəcə bucaq altında düşər? Okay, yenə eyni qayda ilə gedirik. Diqqət edirik ki, Oslo şəhəri 60 dərəcə şimal enli, Günəş də 23,5 dərəcə şimal enli. Hər ikisi eyni yarımkürədə yerləşir və onlar arasındakı məsafəni tapırıq dərəcə ilə. 60 şimal, 23,5 şimal aralarındakı fərqi tapmaq üçün bir-birindən çıxırıq. Yəni 60-dan çıxırıq 23,5 dərəcəni. Bu eləyir 36,5 dərəcə. Deməli, Günəşdən, Oslo şəhəri Günəşdən 36,5 dərəcə uzaqlıqda yerləşir. Yəni, bu qədər az Günəş düşür ora. Okay, nə edirik? Növbəti mərhələdə isə, axı, bura 90 dərəcə düşürdü. 90-dan çıxırıq aradakı məsafəni, yəni 36,5-i. Bu da eləyir 53,5 dərəcə. Deməli, Oslo şəhərinə 53,5 dərəcə uzaq altında düşür. Üçüncü suala nəzər salaq. 22 dekabrda Pekin şəhərinə, Pekin yerləşir 40 dərəcə şimal enində, günəşin düşmə bucağını müəyyən edin. Okay, yenə eyni qaydanı tətbiq edək. Birinci, belə deyək, ekvator xəttimizi çəkək. Bu olsun bizim ekvator xəttimiz. 22 dekabr deyirsə, əgər bizim günəşimiz cənub tropikindədir, qış gün dönümü deməkdir, yəni cənub 23,5 dərəcələr. Yəni, olsun bizim günəşimiz burada. Və buradadırsa, bura günəşin düşmə bucağı təbii ki 90 dərəcədir, çünki zenit vəziyyətidir. Pekin isə yerləşir 40 dərəcə şimal enliyi. Bu isə olsun bizim 40 dərəcə şimal enliyimiz və Pekin şəhərimiz. Pekin. Diqqət eləsək görərik ki, Pekin şimaldadır burada. Günəşimiz isə cənub yarımkürəsində cənub tropik xətti üzərindədir. Belə olduğu halda nə edirik? Biri şimal, biri cənub, yəni fərqli yarımkürələrdə olduqda buradan bura kimi olan məsafəni tapmaq üçün toplayırıq. Aradakı məsafəni toplamaq üçün, yəni fərqli yarımkürələrdə olduğu üçün nə edirik? 40 üstə gəl 23,5 dərəcə, yəni biz bunlar arasındakı məsafəni tapmış oluruq buradan bura. Belə 63,5 dərəcə və daha sonra isə 90-dan çıxırıq aradakı məsafəni ki, günəşin ora düşmə bucağını tapaq. Bu da eləyir 26,5 dərəcə bucaq altında. Misal 4-ə nəzər salsaq, qış gün dönümü günü 10 dərəcə cənub enliyində. Okay, yenə biz çəkək, bu olsun bizim ekvator xəttimiz. Qış gün dönümü əgər ifadəsi varsa, bu 22 dekabr tarixinə uyğun gəlirdi və biz bilirdik ki, bizim günəşimiz cənub tropikinin üzərində olur. Yəni, cənub 23,5 dərəcədə bizim günəşimiz məhz buradadır. Və günəşimizin zenitdə olduğu yerə təbii ki, günəşin düşmə bucağı maksimumdur, yəni 90 dərəcə. Və 10 dərəcə cənub enliyinə soruşulur. 10 dərəcə cənub enliyimizdə təxmini olsun, bax bu paralelimiz neçə dərəcə bucaq altına düşər. Nə edirik? Diqqət edirik ki, verilən məntəqə və günəşin olduğu yer hər ikisi eyni yarımkürədədir, yəni hər ikisi cənubdadır. Və yenə eyni qaydanı tətbiq edərək bunlar arasındakı məsafəni tapırıq. Yəni, buradan bura kimi. Hər ikisi eyni yarımkürədə olduğu üçün nə edirəm? Bir-birindən çıxıram. Yəni 23,5-dən çıxıram 10 dərəcəni. Bu edir 13,5 dərəcə. Yəni bunlar arasındakı məsafədir. Və 90-dan çıxıram aradakı məsafəni. Yəni 13,5 dərəcəni. Bu isə eləyir 76,5 dərəcə bucaq altında. Yəni qış gün dönümündə 10 dərəcə cənub enilə günəş olan düşmə bucağı 76,5 dərəcə bucaq təşkil edir. Daha sonra digər suallarımıza keçsək, misal 5-ə nəzər saldıqda, burada qeyd olunur ki, Bakı şəhərinə il ərzində maksimum və minimum düşmə bucaqları arasındakı fərqi müəyyən edin. Okay, nə edirik? Baxın, biz bilirik ki, bizim Bakı yerləşir 40 dərəcə şimal enliyində. Burada olsun bizim Bakı şəhərimiz. Mən burada qısa olaraq qeyd etməyə çalışacağım. Maksimum və minimum deyir. Biz bilirik ki, bizim günəşimiz 23,5 dərəcə şimal tropiki və 23,5 dərəcə cənub tropik arasında zenitdə olur. Bakıya maksimum deyirsən, maksimum yəni ən çox. Bakıya ən yaxın günəş olur 22 iyun tarixində, yəni şimal tropikində olduqda. Minimum dedikdə isə ən uzaq olur, cənub tropikində olacaq o zaman. Okay, nə edirik? Maksimum deyirsə, mən nə edirəm? Baxıram ki, Bakım 40 dərəcə şimal, ora ən yaxın olur 23,5 dərəcə şimalda.
Bunlar arasındakı fərqi tapıram. Yəni 16,5 edir. 40-dan 23,5 çıxanda və 90-dan da çıxıram 16,5-i. Bu da eləyir 73,5 dərəcə. Deməli Bakıya günəşin maksimum düşmə bucağı bu qədərdir. Minimuma getdikdə isə Bakı şimalda və Bakıdan ən uzaqda günəş ola bilər 23,5 dərəcə cənubda. Buradan bura kimi biri şimal, biri cənubdur. Toplayıram. 40-ın üstə 23,5 gəlirəm. Bu eləyir 63,5 və 90-dan da çıxıram 63,5 dərəcəni. Bu isə edir 26,5 dərəcə. Deməli, Bakıya günəşin maksimum düşmə bucağı 73,5, minimum isə 26,5-dir. İndi isə gəlirəm növbəti suala, 6-cı tapşırığa. Jakarta şəhəridir 6 dərəcə cənub enliyi ilə Kiyev şəhəri arasında günəşin maksimum düşmə bucaqlarının fərqini tapın. Okey. Ə, yenə çəkərək təsvir etməyə çalışaq. Bu olmasın ya da biraz aşağıdan götürək. Bu bizim ekvator xəttimiz. Bu bizim cənub tropikimiz 23,5. Bu bizim şimal tropikimiz 23,5. 50 dərəcəni isə buradan çəkim Kiyev şəhərini ki, yazıların üzərinə düşməsin. Bu isə burada olsun bizim Kiyev şəhərimiz. 6 dərəcə cənub enliyində isə Jakarta. Okay, o da olsun bu hissədə, yəni dərəcəsini qeyd edirik 6 dərəcə Jakarta şəhəri. Buradan qeyd etməyə çalışıram. Okay. Deyir ki, burada günəşin maksimum düşmə bucaqlarının fərqini istəyir bilsən. Okay, nə edirik? İlk növbədə Jakartaya baxaq. Jakartaya görürük ki, Jakarta yerləşir 6 dərəcə cənub enliyində. Yəni bu Jakarta məntəqəsi zaten gördük ki, tropik xəttlərin arasındadır. Okey, tropiklərdə isə deməli günəş onsuz da buradan zeytdə olur. Deməli bura günəşin maksimum düşmə bucağı 90 dərəcə olur. Yəni Jakarta günəşin maksimum düşmə bucağı oldu 90 dərəcə. Kiyev şəhərində maksimum günəşin düşmə bucağı isə tapanda Kiyevə ən yaxın olur günəş burada olduqda, yəni şimal tropik üzərində zenitdə olduqda. Və Kiyev 50 dərəcə şimal, günəşimiz də 23,5 şimal. Aradakı fərqi tapırıq. Yəni 50-dən çıxırıq 23,5-i. Bu eləyir 26,5 dərəcə. Daha sonrası aldığımız rəqəmi, yəni 26,5-i aradakı fərqi çıxırıq 90 dərəcədə. Bu isə eləyirdi 73,5 dərəcə. Yəni Kiyevə maksimum günəşin, bura yazaq, maksimum düşə bilir 73,5 dərəcə bucaq altında. Və bizdən bunlar arasındakı fərqi istəyirdi. Okey, Jakartaya 90 dərəcə düşürdü. Kiyevə isə 73,5 çıxıram. 73,5-i. Bu dedi 26,5 dərəcə. Axtardığımız cavab məhz buydu. Daha sonra 7-ci sualına tanış olaq. Günəş 5 dərəcə şimal enində zenitdədir. Yenə çəkərək təsvir etməyə çalışaq. Burada çəkim mən bunu. Bu olsun bizim ekvatorumuz. Bu da olsun 5 dərəcə şimal enliyimiz. Və 5 dərəcə şimal enliyində zenitdədir. Yəni bizim günəşimiz olsun məhz burada. Bu zaman günəşin 80 dərəcə bucaq altında düşdüyü coğrafi enlikləri müəyyən edin. Okey. Əgər günəş burada zenitdədirsə, bu demək ki, günəşin burada düşmə bucağı 90 dərəcədir. Hansı enliklərə 80 dərəcə düşürsə, məntiqlə düşünək ki, 90-a neçə çıxan da 80 edir. Yəni 90-dan biz neçə çıxsaq 80 edir. Tapırıq ki, buradan x-imiz bərabərdir 10-a. Yəni günəşdən mən 10 dərəcə məsafədəyəm. 10 dərəcə yuxarıdayam. Yəni bu eləyər 5 dərəcə şimaldan 10 dərəcə qalxsaq 15 dərəcə şimal enliyi və bundan 10 dərəcə aşağıdayıq. Bu da eləyir 5 dərəcə cənub enliyi. Yəni hansı coğrafi enliklərdir deyə qeyd etsək, biri 15 dərəcə şimal enliyi, digəri isə 5 dərəcə cənub enliyi. Tamam. Düşünürəm ki, bura kimi olan hissəni hamı tam başa düşdü. Burada bir çətinliyimiz olmayacaq inşallah. Nə də çətinliyimiz olduqda videoya baxdıqdan sonra qeyd edə bilərsiniz.